Peyğəmbərimiz buyurur, Şəbanu şəhri, Şaban mənim ayımdır. Şəbanu şəhri. Peyğəmbər ünsiyyət qurmaq istəyənlər bu ay fürsətdir. Şəhr Ramadan şəhrullah. Ramazan ayı Allahın ayıdır. Sonra nə deyir Peyğəmbər? Fəmən samə yevmən. Kim o günü oruç tutsa, bir gün Şabanda bir gün oruç tutsa, min şəhri, kuntu şəfi'ahu yevməl qiyamə. Kim Şabanda bir gün oruç tutsa, qiyamət günü onun şəfaətçisi olur. Mən ona şəfaət edirəm, mənim bu bir söz. Kim 3 gün oruç tutsa Şabanda, nə olacaq? Qilə ləhu, ona deyərlər, istənifil əməl. Daha günahların bağışlandı, yenidən başla. 3 gün, nəsib olsun. İstənifil əməl, başla. Bismillah. Ən mühüm əməllərindən biri budur, ən fəzilətli əməl buyurur. Əs-sədəqə vəl-istiğfar. Şaban ayında nə qədər sədəqə çıxar, çox çıxar. Nə qədər sədəqə verirsiniz, bir də çoxlu